İranın sabiq ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin oğlu Müctəba Xamneyi ölkənin yeni ali rəhbəri seçilib. Bununla da o, İslam inqilabından sonraki dövrdə İran İslam Respublikasının 3-cü ali lideri olub. Məlumatlara görə, qərar İran Ekspertlər Məclisinin qapalı iclasında keçirilən səsvermədən sonra qəbul edilib. Qlobal İnfoza danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Böyük Nadir Şahın əsasını qoyduğu Məşəd klanı bu dəfə də hakimiyyətini qoruyub saxlaya bildi. Stat: Müctəba Xamneyinin İranın yeni ali rəhbəri seçilməsi hər şeydən əvvəl Sepahın gücünün göstəricisidir. Çünki o məhz Sepahın namizədi kimi tanınırdı. Məsələn, qeyd edə bilərəm ki, onun dini təhsili yetərli deyil. O, dini mövzularda elmi işlə müdafiə etməyib. Bu isə çox mühüm məsələdir. Çünki Ayətullah rütbəsi almaq üçün bu zəruri sayılan şərtlərdən biridir. Ona Ayətullah rütbəsi 2022-ci ildə tamamilə siyasi qərar əsasında verilib. Əksər insanlar onu Höccətül-İslam rütbəsində tanıyırlar. Bu faktorlar göstərir ki, fətva vermək səlahiyyətində olmayan bir şəxsin İranın başına gətirilməsi açıq şəkildə Sepahın hakimiyyəti ələ alacağının göstəricisidir. Bundan sonra İranda rejim və real hakimiyyət hərbçilərin əlində olacaq. Artıq İranı Sepah generalları idarə edəcək. Beləliklə, demək olar ki, İranda teokratik hərbi diktatura dövrü başlayır. Bu, həm də Amerika və İsraillə qarşı durmanın davam edəcəyi anlamına gəlir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.